Salam dostlar. Yəqin ki, sizin də kompot içdikdən sonra kompotdan qalan meyvələriniz olur. Onu biz indi dəyərləndirəcəyik. Dostlar, bu heyva kompotuydu. Heyva kompotunun dilimləri, meyvəsi qalır. Biz indi heyva piroqu edəcəyik. 5 stakan un lazım olacaq. 2 stakan şəkər tozu. Quru məhsulları əvvəlcə qarışdırırıq yaxşı. 1 stakan duru yağ əlavə edirik. Umaç halına gələnə qədər bunu yaxşı qarışdırırıq. Əlimizlə yaxşı ovurub umaç halına gətiririk. Qarışım bu halda olmalıdır. Əlimizlə sıxarkən topaqlanmalıdır. 180-200 qram xama əlavə edirik. Xamanın yarısını əlavə edirik. Qalan yarısında isə sodanı öldürürük. 1 çay qaşığı soda. Dostlar, mən bu xəmirə yumurta qatmıram. Ona görə də vanilya ətirləndirici heç bir şey qatmıram. Həmçinin də heyvaya da heç bir şey qatmayacağam. Qoy heyvanın öz ətri qalsın. Bu halda belə bərk xəmir. Heyva dilimlərini, istənilən kompotdan qalan meyvə dilimlərini siz blender vasitəsilə çəkə bilərsiniz. Mən hazırda blender olmadığı üçün bu alətdən istifadə edirəm. Hazırladığımız xəmiri tavaya belə yayırıq. Heyvanın üzərinə bir xörək qaşığı şəkər tozu əlavə edirik, qarışdırıram və meyvəni belə yayacağıq. Və qalan xəmiri belə körpədən keçirəcəyik. Dostlar, və artıq hazırdır. Biz bunu 180 dərəcə qızdırılmış sobaya göndəririk.